Salam, hər vaxtınız xeyir olsun. Bu günləri biz Dubai şokolatı hazırlamaq istəyirik. Daha doğrusu mən yox, qızım hazırlayacaq onu. İnad edir ki, mən özüm hazırlayacağım. İndi buyursun, hazırlasın, baxaq. İlk önce salam herkese. Biz dünyaca məşhur olan Dubai şokolatı hazırlayacağıq inşallah. Bize lazım olacak tel kadayıf, kərə yağı, sütlü şokolat, antep fıstığı ve qatlaşdırılmış süt. İlk önce biz şokolatlarımızı əritməklə başlayacağıq işə. Bunun için bir qaba su tökürük və parda şokolatlarımızı əridəcəyik. Şokolatlarımızı əridəcəyik. Onun için şokolatlarımızı qaba əlavə edirik. Şokolatımız istediğimiz kimi əridi. Ve biz bunu 15-20 dəqiqə soyuducuda saxlayacağıq. Biz bunu tel kadayıfı aralayırıq, əlimizlə xırdalayırıq. Sonra kərə yağında qovuracaq. Yağını tavamıza əlavə elədik, indi əridəcək. İndi kadayıfımızı əlavə edəcəyik. Ona qeyd edim ki, kadayıfı şirniyyat mağazalarından əldə edə bilərsiniz. Fıstığın özünə sadəcə tapa bilsəz fıstıq əzməsi ilə də eləmək olur. İndi antep fıstığını əzib elə düzəldəcəm iç harcını. Bu qədər əzilməyi bizim üçün yetərlidir. İndi isə bunu kadayıfa əlavə edəcəyik. Dondurulmuş şokolatımız hazırdır. Bunu Dubai prensesi evde olarken farklı bir şirniyyat istəyir ürəyi. Bilmir neyləsin, evdə olanlardan başlayır belə bir şey düzəltməyə. Başlayır farklı bir şirniyyat düzəltməyə və evdə olan hər şeyi bir-birinə qatır, türkü məsəli və belə maraqlı bir şey ortaya çıxır və bu Dubayda get-gedə çox məşhurlaşır və başlayırlar bunu istehsal etməyə fərqli digər ölkələrə. Deyək ki, Dubayda gün ərzində 500 dənə orijinal Dubai şokolatı istehsal olunur. İçi nə qədər bol olsa, dadı da o qədər gözəl olacaq. Şokolad da. O da üst qatı üçündür. Üst qatını əlavə edəcəyik. Tam otursun şokolatımız hər tərəfinə. İndi isə soyuducuya qoyacaq. hazırdır böyle şokolatımız.
Heyecanla bunu çevirmeye çalışırıq. İnşallah. Yaxşı alınır inşallah. İnşallah. Güzel. Əllərinə sağlıq. Çok sağ ol babacık. Məşhur o baş şokoladını qırmaq anı. Görək içərisi necədir. Wow. Möhtəşəm. Əla. Çox maraqlı görsənir. Çox maraqlı. Şimdi dadına baxaq. İnşallah bəyənərsiniz Maycan. İçi də yumuşaqdır. İçi də qəşəngdir. Əllərinə sağlıq. Çox Çok qəşəng. sağ ol.